Salam, hər vaxtınız xeyir olsun. Bugün şəhid kapitan Abbas Quluzadə Əlinin evindəyik və mənimlə birgə şəhid anası, həm də ki bizim 90-cı ilin veteranı Qanun Yolu TV az saytının rəhbəri Arif Süleymanlı da buradadır. Bugün təşrif buyurduq Zəşət ananın ziyarətinə. Təbii ki, onun çağırışı ilə gəlmişik. Hoş geldiniz. Allahdan sizə səbir diləyirik. Əli qardaşımızın da məkanı cənnət olsun deyirik. Təbii ki, bizim Əli qardaşımız da Yüzşəhərli şeir layihəsində daxil olub. Onun haqqında da mən şeirlər yazmışam. Bundan sonra da hekayələr də yazmışam. Təbii ki, davam edəcəyik. Biz də özümüzə borc bildik ki, gələk burada Əli qardaşımın ev muzeyi ilə tanış olaq. İlk dəfə sizdə oluruq. İnşallah ki, daha çox arzularla gəlib ziyarət edəcəyik, tək qoymayacağıq. Və hətta hər zaman diqqətinizdə olacaqsınız. Siz bizə Əlinin yadigarısınız. Eyni anda da Sənəbər ana ilə Sənəbər ana da bizə Elmanın yadigarısı təbii ki. Dünəndə Sənəbər ana gildəydik biz. Və bizim o qəhrəman şəhidimizin anası, qəhrəman Zəşət anadan başlayaq. O da ürək sözlərini bir kəlmə desin. Buyur. Əvvəla salamlayıram hamınızı. İlmər bəyə, Arif müəllimə, sizə, Sənəbər anama təşəkkür edirəm. Bir ürəyi sınıq anamı sevindirdiniz, onu dünyanın malına dəyişmərək. Çox sağ olsun İlmər bəy də bizim şəhidləri, 100 şəhidlərin layihəsinin də bizim hər həftə bizim evlatlarımızı canlandırır, yaşadır, bizə də ruh verir. Razı olsun ona. Allah səndən xoşbəxt eləsin. Sağ olun, təşəkkürlər. Və istərdim ki, şəhid İlman Əliyevin anası Sənəbər ananın fikrini alaq. Mən də hər birinizi salamlayıram. Allah nəzakət anıya səbir versin. Bütün şəhidlərlə bərabər Əli balamızın da məqamı ucu olsun, ucalardan ucu olsun. Şəhadət günü yaxınlaşır. Biz də gəldik ziyarət eləyək evin. Allah ziyarətimizi qəbul etsin. Ali dərəcədə sizlərə də ömür versin, can sağ versin. Elvin balama, Elmar balama, Arif müəllimə təşəkkür edirəm. Mən də öz adımdan ki, siz bizi unutmursunuz, yaddan çıxartmırsınız. Hər həftədə yəni o şəhidlərin, şeirlərin səslənməsi biz üçün elə bil ki, bütün dünyanın malıdır. Bundan savab, böyük savab bilməz. Təşəkkür edirəm. Biz də çalışırıq ki, həm sayımız çox olsun, həm də ki, əlimizdən gələn odur ki, yəni biz şəhidlərimizin xatirəsini əbədiləşdirək. Onsuz da Yüzşəhərli şeir layihəsi bunun üçün nəzərdə tutulmuşdur, təbii ki. Artıq 4 aya yaxındır ki, biz bu layihəni həyata keçiririk və yetərincə 50-dən çox şeirlər yazmışıq, 20-yə yaxın hekayələr yazmışıq. Təbii ki, biz bunu kitab halına gətirəcəyik önümüzdə gələn aylarda və Arif müəllim də bizimlədir, təbii ki, layihələrə iştirak edir, hər həftə anaların görüşünə gəlir. Və istərdim ki, Arif müəllim də bir Qarabağ döyüşçüsü kimi, o müharibəni görmüş bir insan kimi öz fikirlərini bizimlə bölüşsün, təbii ki. Buyur Arif müəllim. Salam əziz izləyicilər, çox sağ olun Elmar müəllim. Bugün bəli biz Abbas Quluzadə Əlinin evindəyik. Mənim buradan bir müraciətim və xahişim var ki, bizi izləyən bu tamaşaçılar nəzakət ana kimi analarımızı tək qoymayaq. Yəni onların bizlərə ehtiyacı yoxdur. Sadəcə onlar bizdən mənəvi dəstək gözləyir. Onların maddi ehtiyatı, maddi dəstəyə ehtiyacları yoxdur. Eləcə də Sənəbər anamız. Hər bir kəs onların qapısını açanda onlar elə bilir ki, onların şəhid verən oğulları içəri daxil olur. Onların ruhları dincəlir. Buna görə mən hər kəsdən xahiş edirəm, belə anaları tək qoymayaq, onları həmişə ziyarət edək, ziyarətlərinə gələk. Bəli, Əli kimi oğullarımızın sayəsində biz 30 il həsrətində qaldığımız o işğalda olduğumuz torpaqları azad etdik. Təbii ki, Cənab Prezidentimiz Ali Başkomandan İlham Əliyevin dəmir yumruğu altında mən Allahdan cəm şəhidlərimizə rəhmət, analara Allahdan səbir diləyirəm. Təşəkkür edirəm Arif müəllim, çox sağ olun və bir şey də qeyd edirəm. O şəhidlərin qarşısında, qulun qarşısında baş əyirik və istərdim ki,
sonunda bir məqamda toxundu ki, biz gənclər nə qədər ki, vətənpərvər ruhunda böyüyəcəyik, nə qədər ki, şəhidlərimizi tanıyacağıq və düşünürəm ki, şəhidlərimizi dünya tanıyacaq və bizim ən böyük misyamız olmalıdır, arzumuz olmalıdır. Hər bir gəncin vətənpərvərlik tək əlinə silah alıb səfir etmək deyil, vətənpərvərlik işində, mövqeyində vətənpərvər olmaqdır. Şair qələmi ilə yazar, yəni qələmi ilə, məqaləsi ilə təbii ki, Nadimin və sair rəhbərdə də işıqlandırır və hər bir kəs öz işində, mövqeyində vətənpərvər olmalıdır ki, biz də şəhidlərimizin portretini əbədiləşdirək. Təşəkkür edirəm. Sizə çox sağ olun, məni yola saldınız. Təşəkkür edirik. İnşallah biz də çalışacağıq ki, növbəti... Allah Elvin balamıza da şəfa versin, sizin də qələminiz it olsun. Və Elvinə təşəkkürümü bildirirəm. Zəfər TV-nin üstünlüqü edeyim. Elvin, tək artıq 2 gündür ki, biz başlamışıq. Birinci səni Vanadidən başladıq. Sonra da gəldik sizə. İnşallah növbəti şəhərlərdə biz olacaq, davamlı olacaq və yəqin ki, sayımız da daha çox olacaq. Hələ ki, biz indi başladıq burada, start vermişik. İnşallah ki, biz hər bir qapıya gedəcəyik, hər bir qapını döyməyə hazırıq. Yəni, biz fərq qoymuruq, mən qoymamışam və siz mənə en azından bilirsiniz ki, mən yazdığım şeirlər, istər 90-cı ildə olsun, istər 2020 antiterror şəhidləri, hər birini mən tam təqaması şəkildə şeirlər yazmışam. Bundan sonra davam edəcəm. Allah imkan versin. Təşəkkür edirəm. Elvin qardaşlarına da təşəkkürümü bildirirəm. Çox sağ olun ki, təşəkkürlandırırsan, bu şəhidlərimizi öz səhifəndə paylaşırsan və bunun özü də bir qəhrəmanlıqdır. Təşəkkür edirəm sizə. Sağ olun. Baş daşına sarılıram. Baş daşına sarılıram. Hönkür-hönkür ağlayıram. Balam, balam sənə yalvarıram. Nə olar ged evimizə. Mənə üzür bu sənsizlik. Demirəm ki bir dəfəlik. Qurban olum bir gecəlik. Nə olar ged evimizə. Başımda ağ dənə xatir. Başımda ağ dənə xatir. Gözdə duman, çənə xatir. Rəhm eyləsən mənə xatir. Nə olar oğul, nə olar ged evimizə.